İnsanlardan bəziləri Allaha ortaq qoşmaqla özlərini rəzil hala salır və böyük günah eləyir. Və elə bir günahdır ki, Allah Teala Qurani-Kərimdə xəbər verir ki, Nisa surəsi 48-ci ayədə İnnallaha la yaghfiru en yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah özünə ortaq qoşulmasını bağışlamaz, ondan aşağı günahları istədiyinə bağışlayacaq. Yəni Allahdan qeyrisinə elə bağlanıb ki, məsələn deyir ki, mən Zeynəbin itiyəm. Zeynəb Allah ondan razı olsun. Onun iti olmaq lazım deyil. Onun kimi yaşamaq lazımdır ki, Allah səndən razı olsun. Və həmçinin bilmək lazımdır ki, it şəriətdə mundar məxluqlardan sayılır. Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verir ki, it sizdən birinizin qabını yalasa, onu 7 dəfə yuyun. Biri torpaq, qalanları su olsun. Yəni bu heyvan mundar bir heyvandır. Allaha ortaq qoşmağın hətta salih insan olsa belə səni gətirib ən mundar məxluqun halına salır. Bunu dilinlə də etiraf edirsən.